700 kvadratla yaxın bir yard tikilidir. Deməli 12 otaqdan 2 mətbəx və 4 sanitar qovşaqdan ibarətdir. 2 dənə ayrıca qarajı var. 2 hissəyə bölünüb ev. Ayrı-ayrı gördüyünüz kimi giriş qoyulub. 2 dənə eyni proyektdir, belə deyim. Hər tərəf 6 otaqdan mətbəx və 2 sanitar qovşaqdan ibarətdir. Yerləşir Zabrat qəsəbəsində. Zabrat dövlət yolu polisinin arxa tərəfidir. Məsafəsi bura qədər ola 1 kilometr. Düz yolda, asfalt bir yoldur. Torpaq sahəsi də ümumi 4 sot yarımdır. Çıxarışlı bir torpaqdır. İşığı çəkilib, suyu çəkilib, sayğacları qoyulub. Bir dənə qaz çəkilməlidir. Qaz da artıq tikintidən sonra müraciət olunub. Tikinti deyəndə ki, təmirdən sonra müraciət olunub, çəkiləcək. Dediyim kimi, hər iki tərəf eynidir proyekt olaraq. Ona görə ancaq bir tərəfini göstərirəm. Deməli, girişdən sağda mətbəx nəzərdə tutulub. İşıq sistemi çəkilib. Gördüyünüz kimi belə şlanqdan. Bura sanitar qovşaqdır, ayrı-ayrılıqda. Yataq otağı. Mərtəbələr arası monolit betondur. Həm mərtəbələr arası, həm də qarajla birinci mərtəbənin arası monolitdir. Pilləkən də gördüyünüz kimi betondur. İkinci mərtəbədə də 4 yataq otağı yerləşib. Sanitar qovşaq və yataq otaqları. Ümumi 5 yataq otağı, qonaq otağı, mətbəx və 2 sanitar qovşaqdan ibarətdir. Digər tərəfi də eyni belədir. Qiyməti 160 mindir. 160 min deyilir. Endirim olacaq, razılaşma olacaq.